Aparıcı Nigar Fərhadın əri Samir Yahyazadə həbs edilib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə, iş onun faktiki rəhbərlik etdiyi Aid Group xaricdə təhsil şirkəti ilə bağlıdır. Bir müddətdə Aid Groupla bağlı şikayətlər səngimirdi. Elə saytımız da bu barədə bir neçə yazı dərc edilib. Sonuncu dəfə Nigar Fərhadın yoxa çıxması ilə bağlı xəbər vermişdik. Hüquq mühafizə orqanlarının ilkin araşdırması nəticəsində şirkətin faktiki rəhbəri Samir Yahyazadə Cinayət Məcəlləsinin 178.3.2 küllü miqdarda dələduzluq və 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Aid Group'un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib. Onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmədiyi bildirilir. Qeyd edək ki, Aid Group xaricdə təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkətin təsisçisi Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirirdi. O, eyni zamanda müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb. Həbs edilən Samir Yahyazadə isə əsasən Amerikanın New York şəhərində yaşayır, peşəkar IT mütəxəssisidir.